Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir. Bunu Prezident İlham Əliyev Şuşada sülhün təşviqində medianın missiyası, həqiqətin bərpası və etimadın yenidən qurulması mövzusunda keçirilən 4-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında səs vermə hüququndan məhrum edilməsi ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinə görə verilmiş siyasi qərar olub. Azərbaycanın səs vermə hüququ yoxdursa, orada qalmağa ehtiyac da yoxdur. Bakı qarşıdurma deyil, münasibətlərin normallaşmasını istəyir. Lakin bunun üçün ilk addım məhz Avropa Şurası tərəfindən atılmalıdır. Həmçinin Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə də səs verməyib. Bu baxımdan biz onların məhkəmənin qərarını tanımırıq. Çünki biz həmin hakimlər üçün səs verməmişik və 2 ildən artıqdır ki, biz ali seçkiliyə məruz qaldırıq. Sizə söyləyə bilərəm, açıq şəkildə biz və hökumətimiz ciddi şəkildə həmin təsisatdan tam çıxmağımızı nəzərdən keçiririk. Nəinki üzvlüyümüzün dayandırılmasını, dondurulmasını və birmənalı olaraq həmin təsisatdan getməsini nəzərdən keçiririk. Məhz Avropa Şurasının baş katibi cənab Alain Berset mənimlə əlaqə saxlayıb və məndən xahiş edib ki, bunu etməyək. Ona görə edilir ki, vəziyyətin yaxşılaşdırılması üçün biz çıxış yolu tapmalıyıq. Prezidentin açıqlaması Azərbaycan-Avropa Şurası münasibətlərində yaranmış gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Son illər AŞPA-nın Azərbaycana münasibətdə tutduğu mövqe Bakı ilə təşkilat arasında etimad böhranını daha da dərinləşdirib. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra nümayəndə heyətinin səs vermə hüququndan məhrum edilməsi Bakıda siyasi motivli və ikili standartlara əsaslanan qərar kimi qəbul olunur. Məhz bu qərardan sonra tərəflər arasında münasibətlər əvvəlki mərhələdən uzaqlaşıb. Azərbaycan-Avropa Şurası ilə münasibətlərin qarşıdurma deyil, qarşılıqlı hörmət, bərabər hüquqlu əməkdaşlıq və beynəlxalq hüququn prinsipləri əsasında qurulmasını prioritet sayır. Münasibətlərin normallaşması üçün isə ilk addımın Avropa Şurası tərəfindən atılması gözlənilir. Bu beynəlxalq təşkilat sırf selektiv yanaşma tətbiq edir, ikili standartlarla qərarlar çıxarır, müəyyən mənada, hətta açıq şəkildə qərəzli qətnamələr qəbul edir. Çünki hələ 2001-ci ildə Azərbaycan AŞPA-ya üzv qəbul olunarkən Azərbaycanın qarşısında əsas prioritet o zaman işğal altında olan ərazilərin boşaldılması, torpaqların azad edilməsi, 1 milyondan artıq qaçqınlarımızın öz dədə-baba yurduna geri qayıtması ilə bağlı məsələlərin AŞPA platformasında qaldırılması və 46 üzvü olan Avropa Şurasının Parlament Assambleyasında Ermənistana qarşı müəyyən sanksiyaların, qətnamələrin qəbul edilməsi idi. Amma son 30 ildə biz bunu görmədik. Bunun əksinə olaraq Azərbaycana yönəlik müəyyən insan haqları, demokratiya məsələlərini qabardaraq sərt çıxışlar, qərarlar, qətnamələr qəbul edildi. Və yay sesiyasında da iyunun 22-sindən 26-sına qədər davam edən yay sesiyasında da Azərbaycanla bağlı ayrıca dinləmələrin keçirilməsi onu deməyə əsas verir ki, AŞPA-da hələ də Azərbaycana qarşı qərəzli yanaşmalar var. Xüsusən də Fransadan, Almaniyadan və bəzi Avropa ölkələrindən olan parlamentarilər Azərbaycana qarşı qərəzli çıxışlarını davam elətdirirlər. Təşkilat nəzərə almalıdır ki, Azərbaycanın xarici siyasəti yalnız Avropa istiqaməti ilə məhdudlaşmır. BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, EKO və digər çoxtərəfli platformalarda fəal iştirak ölkənin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Bu xətt Azərbaycanın milli maraqlarını müxtəlif beynəlxalq formalarda müdafiə etməsinə və çoxtərəfli diplomatiya siyasətini davam etdirməsinə şərait yaradır. Yəni, AŞPA-dan mümkün çıxış Azərbaycanın beynəlxalq mövqelərinə ciddi təsir göstərməyəcək. Əksinə, bu addım Bakının beynəlxalq təşkilatlarla münasibətlərdə milli maraqlar, suverenlik və bərabər hüquqlu əməkdaşlıq prinsiplərindən geri çəkilməyəcəyi barədə sərt siyasi mesaj kimi qiymətləndirilə bilər.